Bismillah. Salam aleykum dostlar. Deməli biz bugün bir mənzilimizin qazanxanasını montaj elədik. Bura biz 50 kW gücündə Sero kombisi quraşdırdıq. Kombimizin elektrik tənzimləyicisi, qaz tənzimləyicisi, təhlükəsizlik qrupbası və Nerjavekadan bir dəngə qabı quraşdırdıq. Dəngə qabının içində boy-boy setka var, şulam ayırmaq üçün, həm də istiliyi kompensasiya etmək üçün nəzərdə tutulmuşdur. Burada da biz sistemimizi iki hissəyə ayırdıq. Hər iki hissədə duran nasosların ikisi də ağırlı nasoslardır. Burada heç bir üç yollu, heç nə işlətməmişik ona görə ki, binada pətək sistemi yoxdur, hamısı isidilən döşəmədir. Kombidən verdiyimiz temperaturla işləyəcək. İsti soyuq su xəttimizə isə İran istehsalı olan bir kolonka quraşdırdıq. Bu kolonka da yarım avtomatla işləyir. Həm də elektrik və qazla işləyə bilir. Burada isə bir 3 pilləli Atlas firması İtalyan filtr quraşdırdıq. Filtrimizi şuntlama sistemindən qoşmuşuq. Hal-hazırda evdə yaşayış olmadığına görə şuntladığımız xətt açıq vəziyyətdədir. Filtrlərə isə giriş-çıxış bağlanmışdır. Burada da bizim resirkulyasiya xəttimiz durur. Resirkulyasiya xəttimizi də termostatla idarə edirik. Zamanında işləyir və dayanır. Beləliklə bu işi də tamamladıq. Allah iş yəsinə xeyir versin. Bizə isə can sağlığı versin ki, beləncə nümunəvi işləri görüb həyata keçirə bilək. Sağ olun.